Torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin övladları da dövlətin və xalqın qayğısı ilə əhatə olunub. Bu sırada Yaşad Fondunun layihəsi olan Gənclik Düşərgəsi Goranboyda təşkil edilib. İnteraktiv oyunlar təşkil edilib, Heydər Əliyev və Azərbaycan Gəncliyi adlı sənədli film nümayiş olunub. İnnovasiya və ideya generasiyası mövzusunda təlimlər, startap anlayışı və təqdimat bacarıqları üzrə sessiyalar, idman yarışları keçirilib. Yaşad Fondunun Goranboyda təşkil etdiyi 3 günlük düşərgənin proqramı çox zəngin olub. Şəhid övladları olaraq bir neçə xüsusi təlimlərdən, istər mənəvi, psixoloji və təlimlərdən keçirik və düşünürəm ki, həqiqətən də çox faydalıdır. Təlimlər keçdi, startup proqramlar falan keçdi, konsert oldu, hətta üzgüçülük belə oldu, çox bəyəndim. Düşərgənin təşkilində əsas məqsəd gənclərin intellektual, sosial və şəxsi inkişafına dəstək olmaq, onların yaradıcılıq və komanda ilə işləmə bacarıqlarını gücləndirməkdir. İştirakçılar yaradıcı düşünmə, problem həlli və ideyaların təqdimatı istiqamətində bilik və bacarıqlar əldə ediblər. Bu düşərgə ərzində çoxlu dostlar qazandım. Əvvəldən tanıdığımız dostlar da, burada qazandığımızda və bu bizim həm sosial, həm də dünya görüşümüzün artmasına öz, belə deyək də, töhfələrini verir. Bizim ən sevdiyimiz düşərgələrdən biridir Yaşad düşərgəsi. Çünki istər kollektiv olsun, istər 5 ildə artıq bir yerdə yoldaşlıq etdiyimiz uşaqlar olsun, çox əyləncəli keçir. Hər birinə səvə-səvə qatılırıq. Komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər mükafatlandırılıblar. Məqsəd bizim şəhidlərimizin övladlarının bir araya gəlməsi, yeni texnoloji həlləri mənimsəməsi, yeni biliklərin qazanması, hansı ki o biliklər onların dünya görüşünün formalaşmasına öz müsbət töhfəsini verəcək. Bağlanış mərasimində Gənclik Düşərgəsi gənclərin potensialının üzə çıxarılması, onların gələcək həyat və karyera seçimlərinə müsbət təsir göstərməsi baxımından əhəmiyyətli platforma kimi dəyərləndirilib. Rəşidə Zülfüqarova, ASTV Xəbər.